Salam hörmətli rastlar, bugünkü həndəsədən mövzumuz parallelogram haqqında olacaq. Bu fiqur haqqında məsələlər var və biz bunlara cavab veririk. Bunlar 6 sual. Gəlin ilk suala baxaq. Gördüyünüz kimi ABCY parallelogram verir bizə. AYS 53 dərəcə, daha sonra YAB 42 dərəcə və DAB 70-dir. İndi gəlin həlinə baxaq. Burada ilk növbədə bu bucaqların cəmini tapmalıyıq. Y və A bucaqlarının 53 42 bərabərdir 95. 95-dən çıxırıq 90 olur ki, B bucağı 90 olacaq. Burada gördüyünüz kimi perpendikulyar var. A, B, C, B perpendikulyar var. 95-dən çıxırıq 90 qalır 5. 90-dan çıxırıq 70, yəni bu bucaqdan çıxırıq burana qalır 20 dərəcə və 20-dən çıxırıq bu bucaqların cəmi ilə bu bucaq arasında olan fərqi 20 çıxılsın 5 bərabərdir 15. Cavab D variantı. İkinci suala baxaq. İkinci sualda da gördüyünüz kimi verilib ABCD fiquru. YA açı ortaydır, yəni bisektor isə BCD 48, FYA 124 və FDS-ni tapmaq lazımdır. FDS X-dir, gördüyünüz kimi bizə X verilib. Həlli budur, hörmətli rastlar. FYA gördüyünüz kimi 124 bölürük 2-yə, burada 2 dənə eyni tərəf var. 2-yə bölmək lazımdır ki, hərəsinin nə qədər olduğunu tapaq. 62 olacaq. 62 çıxılsın 48. Bu bucaqdan çıxırıq, S-nin qalır 14 və buranı tapmaq üçün 14-ü vururuq 2-yə, 28 olacaq cavab. Cavab C variantı. Üçüncü sual baxaq. Burada gördüyünüz kimi ABCD, FY fiquru verilib. AD 9, DC 8, F 4 cm-dir. BD-ni tapmaq lazımdır. Burada 9 üstəgəl x bərabərdir 8 üstəgəl 4 tənliyi alırıq. 9 üstəgəl x bərabərdir 12, x bərabərdir 4 çıxılsın 1, 10 görür ki 9, 8 arasındakı olan fərqi 1-dir və 4-dən çıxırıq 1, qalır 3, x bərabərdir 3. Cavab B variantı. ABCD fiquru verilib. AB 18 cm, FB 3, YF 2-dir və DY-ni tapmaq lazımdır. İlk növbədə 2-də 1 yazır. Ona görə ki, burada gördüyünüz kimi DY-ni tapmaq üçün 2 vurulsun 18 bölünsün olmalıdır və bunları da bölməliyik ki, DY-nin santimetrini tapmaq üçün 2-lər ixtisar gedir, 18 bölü 3, 6. Y variantı. 5-ci suala baxaq. ABCD fiquru verilib. 2YB bərabərdir AY, AF bərabərdir FD, LK bərabərdir 10 cm, BK tapmaq lazımdır. BK X-dir, gördüyünüz kimi. Burada 2YB bərabərdir AY. AY 10 cm-dir. AY-ni vuruq. 2 vuruq 10-a bərabərdir 20. İkinci də 20 çıxılsın 10 bərabərdir 10. Və 10 bölünsün 2 biz X-i tapırıq 5. Burada gördüyünüz kimi C variantıdır. Burada 10'u vurduq 2'ye 20, 20'den çıxdıq 10 və böldük 2'ye 5 variant C. 6-cı suala baxaq, gördüyünüz kimi ABCD
paralelogramdır. DK bərabərdir KA, AF bərabərdir FB. DYB'sin sahəsi gördüyünüz kimi buranın sahəsi 48 santimetrdir. ABSD'nin sahəsini tapmaq lazımdır. Ümumi sahəni tapmaq lazımdır. Gəlin baxaq. Hədinə. Burada gördüyünüz kimi 48 santimetr bu fiqurun sahəsidir. Bölməliyik 2-yə buranı tapırıq 24 və cəmləyirik 48+24 bərabərdir 72. Cavab D variantı. Hörmətli maraqçılar, bugünkü həndəsədən mövzumuz bu idi. Növbəti videolarda görüşərik. Hələlik.